bütün dünyada şoka düşmüşdü ki, Amerika 645 Amerika əskərini öldürmüşdür. Ən birinci 2003-cü ildə İraqın işğalı ilə başlayır. 2003-də isə İraqın ordusu yeniləndən sonra Bağdad işğal olunandan sonra Səddam Hüseyn devrilir. Devriləndə asılaraq edam edilir. Amma illərlə də müharibə oldu. Həm də dirənişlər də baş verdi. Ən birincisi Jubada bu dirənişlərdən birində özü kəskin nişancı olaraq Amerika əskərləri 645 Amerika əskərini məhv eləmişdi. Həm videoda da 2005-də 2 dəfə çıxmışdı, həm də bütün dünyada təəccüblü olmuşdu. Yəni bu tək atışla Amerika ordusu da videoda göründüyü kimi də məhv eləyir. Yəni bu tək atışla da Amerika orduları məhv eləyir. Yəni Amerika orduları çarəsiz idi bunun qarşısında. Onun da həm də axtarmaq üçün o qədər çalışırdılar, amma alınmadı. Özündə İraqın ordusunda olan kəskin nişansız kimi tanınırdı. Həm də onun işlətdiyi sniper yarı avtomatik Dragunov tüfəngidir, Sovet istehsalı. Həm də İraq işğalında şəhərlər dağılmışdı. Dağılanda bir çox döyüşçülər də vardı. Dirəniş göstərirdi. Jubada öz videosuna da atırdı. Göstərdi Amerika əskərləri nə qədər öldürdüyünü. Videosu da bütün dünyada da atmışdı. Ona da yəni dünyada da Amerikada da ən çox terrorist deyirdilər. O terrorist həm də cinayətkar. Onun bir dənə sözü vardı. Mən cinayətkar deyiləm. Mən öz ölkəmi müdafiə edirəm. Siz bizim ölkəmizə ziyarətə gəlsəydiniz, biz də sizi yola salardıq. Amma siz bizim biz də ölkəmizi işğal edib uşaqları öldürdünüz. Mən də